Dostlar, Laçor Ümürkəndən hər kəs salamlarım. Hər vaxtınız xeyir olsun deyirəm. Mən bugün yenə bir dənə evin videosunu çəkirəm. Bugün 2025 sentyabr ayının 10'udur. Yaxın qonşumuz İlyasov Fethullah kişinin məhəlləsindən sizə az da olsa çəkiliş edib məlumat verəcəm. Fethullah kişi rəhmətə gedib, İlyasov Fethullah həyat yoldaşı rəhmətə gedib, Allah rəhmət eləsin. Fethullah kişinin övladlarından Ələsgər müəllim, Bəyoğlan müəllim, Mübariz müəllim, 3 oğlu rəhmətə gedib, Allah onları da rəhmət eləsin. Yenə bir nəvədən Ələsgər müəllimin oğlu Emin rəhmətə gedib, Allah ona da rəhmət eləsin. Yerdə qalanlara can sağlığı. Mənim bugün çəkilişim bu evdən ilk növbədə evimə sizə göstərim. Əsas mənim videolarımda, çəkilişimdə ermənilərin bizə vuran ziyanı işıqlandırıram, çəkib göstərirəm. Bir də evin necə tikildiyin. Bax, bu ev 2 mərtəbə ev olub. Ev görüşür ki, bax, tağ pəncərələr. Bu bizim kənddə hər bir yerdə bax, belə tağ pəncərələ tağ olaraq qapı, pəncərə bu cür tikilmiş olub. İndi bu evdə 1966-cı ildə tikilib. Deməli, birinci mərtəbədə tağlar görükür, ancaq hörülüb sonra. Neysə. Keçirəm evin ön hissəsindən. Evin hissəsində sizə biraz aydınlıq gətirim. Ermənilər bura ayaq basan kimi bizim evlərimizi, bütün bağlarımızı məhv ediblər. Onların burada yaşamaq niyyəti yox, ancaq dağıdıb, töküb, belə hər yeri viran qoyublar. Onların sırf burada yaşamaq niyyəti ilə buraya gəlməyiblər. Onlar bura müvəqqəti olaraq gəliblər ki, həmin o yaşadıkları müddətdə burada başardıkları qədər ziyan vursunlar. O cümlədən bax, bizim evlərimizi bu cür məhv ediblər. Evin qabaqdan bura qədər evin hörgüsü var. Buradan belə evin qabağından plaşat olub. Turbalar da bax belə yerində durur. Onu tamamilə betonu dağıdıb töküblər. Yəni çıxardıblar. Evin qabaqdan o mil yerləri görükür. Evə od vurulub, yandırılıb. Hardasa evləri yandırıblar. O evlər dəhlinlə görükür ki, evlər yanıq vəziyyətdə olub. Onlar qarat elədiklərini eləyiblər. Söküb apardıqlarını aparıblar. Sökə bilmədiklərini, yəni düzləri düşmədiyi hardasa evdə nə varsa hamısını yandırıblar. Əgər bağdan imkan olubdursa, bağlar da yandırıblar. Yəni doğru apara bilmədiklərin, kəsə bilmədiklərin bağları da yandırıblar. İndi evin küçdən bax belə sizə göstərirəm. İkinci mərtəbədə bax, görün nə gözəllikdə sütun burada bax belə evin sağ tərəfindən künc daşların tikildiyi görüşür. Qiymətli daşla çox gözəl şəkildə tikili olub. Bura bizim yaxın qonşumuz olduğu üçün mən də bu evə gəlib getmişəm. Yəni evdə olmuşam, çörək kəsmişəm. Bu evdən az da olsa məlumatım var. İndi elə birinci elə soldan otağın içinə girim, birinci mərtəbədən. Sizə buradan göstərim. Ev belə buradan ermənilər çıxan kimi buranı yandırıblar. Ola bilsin ki, çıxan kimi yox, gələn kimi yandırıblar. Dəqiq demək olmaz. Bəlkə də gələn vaxtlar yandırıblar. Yox ki, gələn kimi. Ona görə ki, bu ağaçlar çoxdan ağacıdır. Bitiblər, ikinci mərtəbədə keçib. Bu evdə yaşayış olmadığı üçün buranı həmin vaxtı yandırıblar. Yandırana da sonra, yəni belə ev bu cür belə dağılmış, tökülmüş vəziyyətdə olduğundan sonra ağac yerindən evdən ağaçlar bitib, alçan da üstü bax belə alçadır, doludur. Ev birinci mərtəbə yox, ikinci mərtəbə bax görüşür ki, təmirli olub çox gözəl şəkildə, ancaq yandığından alovun belə istiliyindən hamısı tökülüb. Yəni evdə belə göz qabağındadır ki, hamısı tökülüb yerə. Qapının, pəncərənin başı belə tağ şəkildə hamısı görüşür. Demək, bura
Yine de alt mertebeden bu ön hisseden pencerenin yine bak belə görünüşü. Ancaq belə burada millerin yerini size bir de dəqiqliklə göstereyim. Yanığının bak belə izləri, bir de burada da bak görüşür. Belə indi belə mən ikinci otaqda sizə göstereyim. Her taraf burada bağlanıb belə tam dəqiq girmək olmur. Qapı o tərəfdəndir, görüşür. Ancaq mən pəncərədən girəm içəri. İçərdən də bax belə yenə də vən ağacı belə qalxıb. İkinci mərtəbəni hündürə qalxıb keçib. Bu evdən də yanğın izləri o görüşür, göz qabağındadır. Evin alovdan hər tərəfi dağılıb tökülüb. Qapının başı siz baxın ki, bax alovun gücündən qapının daşlar da inan ki yanıb dökülüb yerə. Yerdə tamam daş qayalı. O belə bütün evin hər tərəfi yanğınla bax belə yandığından töküldüyü göz qabağındadır, görüşür. Onların bütün hər tərəfi yandırmaq niyyətində olublar. Başardıkların bu 30 ilin içində çalışıblar ki yandırsınlar, bax belə hər yeri məhv eləsinlər. Mənlər buradan bir de evin alt hissəsindən sağ tərəfdən görünüşünü sizə göstərəcəm. Bu da bizim evin bax belə sağ tərəfdən görünüşü, kəllə görünüşü. Məhəllədən buradan o qədər də bir şey qalmayıb. Bir dənə burada yaxşı vəziyyətdə armud ağacı var. Vəssalam buradan. Sonra buradan da bu qoz ağacıdır. Mənlə keçim həyətdən də bir balaca çəkiliş edeyim. Bağdan görüntüdən qalıb onları mən sizə göstərim. Burada bizim kənddə hər bir məhəllədə qoz ağacları olub. Qoz ağacları elə məhəllə olubdur ki 4, 5, 10'a qədər qoz ağacları olub. Demək çox uzun yani illi 80 il, 100 il, 200 il, 250 il yaşı olan qoz ağaçları diametrinden görüşür, bilinir. Ancaq indi burada da o qədər qoza olmasa da, yaşı çox olmasa da belə bir dənə qoz ağacının kəsildiyini sizə göstərəcəm. Bax belə qoz ağacının diametri belə aşağıdan görüşür, sonradan kəsilir. Bu olan pöhrədir. O kadar böyük olmasa da diametri 70-80 santim var. Ancaq kəsildiyindən sonra buradan belə pöhrə verib indi kol kimi belə bir balaca böyüyür. Bizim bu kənd yerimizdə deməli cəmaatımız əsas təsərrüfatla məşğul olur. Bağla, bostanla deməli əkin yerlərimiz olur. Sonra qoyunla, malla məşğul olmuşuq. Yəni bizim dolanışımız bununla oldu. Bir qoyun malı olmayan, məsələn o işlə məşğul olmayan bağla, bostanla biz deməli əkib becərmişik. Onun məhsuluyla biz alış-verişimizi eləmişik. Yəni onunla dolamışıq. Ancaq ermənilər bax bu cür ağaçları məhv eləyiblər. Bu qoz ağacı çox değerli bir ağaçdır. Bunu hər kəs bilir, izahına dəyməz. Yəni onun istər meyvəsindən, istər o ağacın özündən mebelə gedən materialdır. Tək mebelə yox, yenə başqa sahələrdə də işləyir. Yəni bunu doğrayıb baha qiymətə satıblar. Ola bilsin ki belədir, ola bilsin ki də nə bilim yandırıblar, tam dəqiq deyə bilmərəm. Ancaq belə bu cür məhv ediblər. İndi bağdan sonra bax belə elə də heç nə yoxdur. Bunlar belə balaca gilənar ağaçlarıdır. Elə bir şey yoxdur. Burada əkin yeridir. Sizə belə göstərim. Burada əkin yeridir. Size yine burada bir tane de qoz ağacını göstereyim. Görün ki ne boyda qoz ağacıdır. Bak bu cür bizim ağaçlarımızı məhv ediblər.
Və bu ağac çox qoca ağaçdır. Yəni bunun yaşı hardasa 100-150 il, biraz da yox, çox, biraz da çox. Təxminən 200 il yaşı var bu ağacın. Bax, çəkirəm, siz də baxın. Diametri olar 80 cm, 1 metr. Bu qoca ağacın diametri 1 metr olar. Ona görə ki, yuxarıdan dolu, bax belə 80 cm-dir bu təxminən. Ancaq aşağı gövdəsi, lap aşağı yensək 1 metrdən aşağı, yuxarı ki, aşağı deyil. Bax, bu qoca ağaclar buradan belə kəsilir, məhv olunur. Sonra kötüyü də bax belə iki hissədə aparılmır. Yəni bunlar yarmaq üçün material kimi o qədər də sərf edən ağac olmayıb. Əsas yeri götürülür, bu hissələrdə yerdə qalır. Bax, ermənilər bizim ağaçlarımızı bu cür məhv edirlər. Erməni vandalları bura gələndə onlar ancaq düşmənçilik niyyətindən gəlirlər. Bizə necə ki, həm insanlarımıza, həm bax belə bizim bağlarımıza, evlərimizə qənim kəsirlər. Erməni milləti bu işlərlə məşğul olubdur. İndi mən yenə də buradan biraz yuxarıda bir dənə də ağac var. Rəhmətli Fəthullah kişiyə aid. Mən onu da sizə çəkim göstərim. Əsas bağdan qalan bir dənə ağacdır. O bir dənə ağacı mən sizə çəkim göstərim ki, bağımızda bizim necə ağaçlarımız olur. Rəhmətli Fəthullah kişiyə aid olan bax bu hissələr. Onu çəkim göstərim ki, burada əkin yeridir. İndi burada ağasına olubsa o görsənmir, kötük yoxdur. Yəni gövdəsi yerində yoxdur. Ancaq yenə boş olsa da mən sizə çəkib göstərəm, yəni işıqlandırıram. Burada da bir dənə qoz ağacı var, ancaq bu qoz ağacı bu məhəlləyə aid deyil. Bu qoz ağacı balaca olduğundan o qədər də belə iri gövdəli deyil. Ona görə də bax bunu kəsməyiblər, yerində də durur. Belə da bura məhəllənin sonudur. Buradan yuxarıki məhəllə bura aid deyil, bu ağaçlar. Alça ağaçlarıdır. Sonra caval ağacıdır. Bu məhəlləyə aidiyyəti yoxdur. Mən indi elə o bir dənə armud ağacını da sizə çəkim göstərim. Siz də baxın. Rəhmətli Fəthullah kişinin Allah ölənlərinə rəhmət, qalanlarına can sağlığı. Həmdullah müəllim bura gəlib bu məhəlləni ziyarət edib, ancaq indi mən videonu özüm üçün çəkirəm, yəni YouTube kanalı üçün çəkirəm. Bax, burada da bir dənə belə alça ağacı var. Alça ağacının da üstündə yaxşı barı var, görükür. Bir də qalan bu armud ağacıdır. Armud ağacının gövdəsini mən sizə bax, lap qabaqdan çəkib göstərirəm. Görün nə boyda gövdəsi var, armud ağacının hündürlüyü nə qədərdir. Bax, siz də baxırsınız. Kənardan baxın, təxminən bunun hündürlüyünü mən sizə deyim. Təxminən 15 metr var. Bəlkə elə artıq kişi əksik deyil. Bu armud ağacı bizdə bağ armudu deyirik. Kəndimizin ən gözəl meyvələrindən biridir. Bu yayda yetişir. Çox gözəl dadı var. Yəni bu bizim kəndin ən qiymətli, dəyərli armud ağaclarından biridir. Bu armud ağacından bu qədər. İndi mən həyətin girəcəyindən bir dənə də kəsilən qoz ağacı var. Onu da aydınlıq gətirim. Onu da çəkim, göstərim. Məhəllənin girəcəyindən burada bir böyük qoz ağacı olub. Mənim sonra ağlıma gəlir. Bax, görün ki, nə boyda bu da qoz ağacıdır. Onu da belə kəsib məhv ediblər. Bütün yerlərdə qoz ağacları məhv ediblər. Başardıqları qədər çarşı-çarşı qoz ağacları kəssinlər. Bax, bu da belə, buradan. Bu qoz ağacını da buradan məhv ediblər. Bir də ən girəcəkdən belə bir dənə burada kilanar ağacı da durur. Həmdullah müəllim, sizin
Da bax belə məhəllədən bu qədər. Yenə az mı çox mu bu da mən çəkdim, işıqlandırıram. YouTube kanalda Allah qardaşlarına, Ələsgər müəllimə, Dayaqlan müəllimə, Mübariz müəllimə, qardaşın oğluna Allah rəhmət eləsin. Yerdə qalanlara can sağlığı. Rəhmətli Fethullah kişinin də məhləsindən bu qədər. Xəttə qalın, inşallah videonun davamı gələcək. Bir daha videonu izlədiyiniz üçün hər kəsə təşəkkür edirəm. Sağ olun, var olun.